Salam Azərbaycan kanalının izləyiciləri, sizlərlə Rəşən Ağayevdir. Bu dərsimizdə mən sizlərə C++ dilində massivlər haqqında məlumat verəcəm. Massivlər dedikdə, yəni biz arraylər haqqında məlumat verəcəm. Massiv dedikdə massiv müəyyən bir ad altında eyni tipli dəyişənlərin toplusudur. Massivlər bir ölçülü və ya çox ölçülü ola bilərlər. Proqramlaşdırmada sayca çoxluq təşkil edilən verilənlərin emalı üçün massivlər əvəz edilməzdir. Massiv elementlərdən ibarət olur. Massivin elanı bu şəkildə olur. Hər hansısa bir tipdən olan tip olur. Massivin elementlərinin tipi, sonra massivin adı və mötərizələr arasında massivin elementlərinin sayı. Yəni buna ölçü deyirik. Ölçüsü olur. Burada gördüyümüz kimi 5 elementli bir massiv, fo adlı bir massiv elan olunub, təyin olunub. Burada indekslər, massivdə adətən indekslər 0-dan başlayır. 0, 1, 2, 3, 4 belə sıralanır. Hər elementdə int, yəni tip int yazsaq biz integer tipli olur. Massivin burada misal olaraq göstərilib belə bir təyin olunur. Int yazıb integer tipindən fo adlı 5 elementli, yəni 5 elementli bir massiv təyin olunub. Massiv bu şəkildə olur. Massivin təyin etdikdən sonra onun ilkin inisiallaşdırılması, yəni elementlərinin ilkin qiymət verilməsi də bu şəkildə olur. Burada gördüyümüz kimi fiqurlu mötərizələrin arasında qiymət yazırıq və bu qiymətlər gördüyümüz kimi hər indeksə uyğun öz yerinə yazılır. Massivin yerinə yazılır. Yaddaşda, kompüter yaddaşında qeyd olunur. İndi isə biz sadə bir proqram yazaq massivə aid. Dediyim kimi int tipindən array adlı bir massiv elan edək. Tutaq ki, ona 10 deyək, 10 elementli deyək. Və biz ilkin inisiallaşdırmaqdan başqa cürdə belə bir qiymət verə bilərik. İstədiyimiz indeksə uyğun, misal üçün 0 və 1 indekslərinə biz qiymət mənimsədək, 2 deyək və array 1 indeksinə də 4 qiymətini mənimsədək. Və daha sonra siyahıdan istifadə edib biz bunları yazdıraq. Array 0 və array 1. F9 basaq, proqramımızı kompil edək və F5 basıb işlədək. Gördüyümüz kimi bizim yazdığımız qiymətlər 2, 4 konsol pəncərəmizdə görsəndi. Yəni bizə 0 və 1-ci indeksin qiymətlərini verdi. Bu yazılışdan əlavə biz belə bir şey, burada tutaq ki biz siyahət edib hər hansısa bir başqa bir indeksi, hansı ki o indeksi heç bir ədəd biz mənimsətməmişik, qiymət verməmişik. Bu zaman görək bizə proqramımız nə qaytaracaq. Yenə F9 basaq, proqramımızı kompil edək və F5 basaq. Gördüyünüz kimi bizə hər hansısa bir ədəd qaytardı. -2 qaytardı. Bunu ilkin inisiallaşdırma ilə yazsaq isə biz fiqurlu mötərizələrimizi yazsaq 2,4 yazaq. Bu şəkildə yazdıqda biz indi isə F9 basaq və F5 basaq. Gördüyünüz kimi bizə bu səfər 0 qaytardı. Bu necə olur? Burada gördüyünüz kimi biz int array 10 deyib və fiqurlu mötərizələrdən istifadə edib ilkin inisiallaşdırmada qiymət versək, misal üçün 2,4 yazsaq, bu zaman bizə 2,4 yazır və yerdə qalan bütün bizim bu massivimiz gördüyünüz kimi 10 elementlidir. Yəni 10 dənə kompüter yaddaşında 10 dənə integer sayısı götürüb özünə, qalanlarına 0 yazırıq.
hamısına. Belə yazılışda. Yəni biz burada bu proqramımızda cout array tutaq ki 4 yoxlab 8 də yazsaq, bu səfər görək bizə nə verəcək. F9 basıb F5 basaq, gördüyünüz kimi yenə 0 verdi. Bir isə gördüyünüz kimi mənfi vermişdi. Yəni bu belə yazılışda, gördüyünüz kimi bu yazılışda avtomatik olaraq massivin geri qalan bütün elementlərini 0 deyir. Biz tutaq ki indi belə bir şey edək. Biz massivimizin daxil olmayan, massivimizdən kənardan bir, tutaq ki biz 10 demişdik. Massivimizin ölçüsünün, onun ölçüsünü aşan, məsələn 15 desək, ya bu səfər bizə görək necə bir qiymət qaytaracaq. F9 basıb F5 basdıqda gördüyümüz kimi mənasız rəqəmlər yığını verdi. Bu necə olur? Bu kompüterimizin yaddaşıdır gördüyünüz kimi. Aşağı hissələrdə, kompüterin yaddaşında, çox aşağılarda hardansa bir, biz misal üçün 15 tutaq ki buradadır. Bu hissədə əvvəl kompüterin yaddaşında hansısa bir iş edilib və hansısa bir rəqəm qalıb. Bu bizə qaytardığı rəqəm də həmin o rəqəmdir. Buna görə biz massivlərlə işlədikdə ölçüyə diqqət etməliyik ki, belə bir mənasız nəticələrlə üzləşməyək. İndi isə bunları silək. Biz məsəl üçün o həmin yazdığımız bu hissədəki 15-ə nəsə bir ədəd mənimsətmək istəsək, bu mümkün olmayacaq. Çünki bu səfər artıq bizim bu arrayımıza, yəni 10 ölçülü massivimizin daxil olmadığına görə bu mümkün olmayacaqdır. Bu zaman proqramımız səhv verəcəkdir. Və bununla da mən massivlər haqqında ilk anlayışı verdim. Bu dərsimizi də burada sonlaşdırıram. Bundan sonraki dərsimizdə mən massivlərlə for dövr operatorunu necə istifadə etmək olar, o haqqı danışacağım sizlərə. Ümid edirəm ki, massivin bu sadə misallarla başa düşmüşsünüzdür. Gələn dərslərimizdə görüşmək ümidi ilə sizlərə sağollaşıram.